Bismillahirrahmanirrahim. 10-cu İmam Əli Nəqi əleyhissalamın əsl adı Əli, atasının adı Məhəmməd, künyəsi isə Əbülhəsən Əs-Sanidir. Ən məşhur ləqəbləri Ən-Nəqi və Əl-Hadidir. Nəqi pak və təmiz, Hadi isə doğru yola hidayət edən mənasını daşıyır. İmam Hadi əleyhissalam Hicri 212-ci ildə Mədinədə dünyaya gəlmişdir. Atası 9-cu İmam Məhəmməd Cavad əleyhissalam, anası isə Səmanə xanım olmuşdur. Hicri 220-ci ildə İmam Cavad əleyhissalamın şəhadətindən sonra İmam Hadi əleyhissalam 8 yaşında ikən imamət məqamına yetişdi. Yaşının az olmasına baxmayaraq onun elmi cavabları, Quran bilikləri və düzgün mövqeyi cəmiyyət tərəfindən qəbul edildi. Bu hadisə imamətin nəsil və yaş məsələsi ilə deyil, ilahi təyinat əsasında olduğunu bir daha sübut etdi. İmam Hadi əleyhissalam uşaqlıq və gənclik illərini əsasən Mədinədə keçirmişdi. Bu dövrdə o Quran təfsiri, fiqh, hədis və əqidə məsələlərində dərin bilik ilə tanınmışdı. Dövrün tanınmış alimləri ilə aparılan elmi müzakirələrdə onun üstünlüyü açıq şəkildə görünmüşdü. İmam əleyhissalam bu mərhələdə Əhl-i-Beyt tərəfdarlarının elmi və əqidə əsaslarının qorunmasına xüsusi diqqət yetirmişdi. İmam Hadi əleyhissalamın uşaqlığı haqqında bir rəvayət nəql olunur ki, İmam Cavad əleyhissalam şəhadətindən 2 il öncə Möhtəsim tərəfindən Mədinədən Bağdada gətiriləndə Həzrət Hadi əleyhissalamın 6 yaşı var idi və o ailəsi ilə birgə Mədinədə qalmışdı. Möhtəsim, İmam Cavad əleyhissalamın ailəsi barəsində sorğu-sual edəndə, onun böyük oğlu Əli ibn Məhəmmədin 6 yaşda olduğunu eşidəndə dedi ki, bu təhlükədir. Biz bu haqda bir şey fikirləşməliyik. Möhtəsim yaxın adamlarından birini Bağdaddan Mədinəyə göndərdi və ona tapşırdı ki, Əhl-i-Beyt düşməni olan bir nəfəri tapıb, bu uşağı ona tapşırsın və o müəllim kimi bunu öz ailəsinə düşmən və xilafətə dost kimi yetişdirsin. Həmin adam Bağdaddan Mədinəyə gəldi. Mədinə alimləri arasında Əhl-i-Beytə müxalifən, düşmən olan insanlardan olan Əl-Cüneydli adlı birisini İmam əleyhissalama müəllim kimi təyin etdi. Ona dedi ki, mən səni bu uşağın tərbiyəçisi etmək əmri olunub. Heç kəsin onunla get-gəl etməsinə qoyma. Onu bizim istədiyimiz kimi tərbiyə et. Bir müddət sonra xilafətə bağlı adamlardan biri Əl-Cüneydini görüb uşaq haqda soruşdu. Əl-Cüneydi dedi ki, nə uşaq? Mən ona ədəb ərkandan bir söz deyəndə, o mənə bu barədə bilmədiyim incəliklərdən danışır. Bunlar harada dərs oxuyublar? Bəzən otağa girmək istəyəndə ona deyirəm ki, bir Quran surəsi oxu, sonra gir. O soruşur ki, hansı surəni oxuyum? Mən deyirəm ki, böyük bir surə, məsələn, Ali İmran surəsini oxu. O oxuyur, mürəkkəb yerlərində mənə izah edir. Bunlar alim, Quran hafizə, Quranın təvil və təfsirinə vaqifdirlər. Bir müddətdən sonra isə həmin müəllim Əhl-i-Beyt sevən şiələrdən olur. Təbii ki, imam zahirdə uşaq olsa da, əslində isə Allahın vəlisi idi.